şüphesizdir ki bir gün hakikat parıldayacak, azatlık esasını, Birleşmiş Milletler prensipini ve insan haklarını tutan taraf galip gelecektir. Bu galibiyet güneşi, Kızıl İstiklal zulmü altında inleyen aziz vatanımızda 1918-28 Mayıs günü yeniden doğacaktır. Buna katiyen şüphe etmeyiniz vatandaşlar. Üç renkli İstiklal bayrağını göçlerinde gezdiren buradaki vatan ailesi bizlerden, orada her türlü korku ve tezgid altında dertleri istiklal eşkiyle çırpınan azatlık ailesi sizlere candan selamlar gönderir. 28 Mayıs İstiklal kurbanlarının aziz ruhları huzurunda hürmetle eğilir ve her iki tarafı birleştiren milli dövüş hasreti şairin deyişiyle dile getirilen sen bizimsen, bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azerbaycan. Onun bir mübarizə amalı vardı. Azərbaycanın müstəqilliyi. Bütün ömrü boyu Azərbaycançılıq, türkçülük ideyasına, milli dövlətçilik əqidəsinə sadiq qaldı. Azərbaycanın milli dövlətçiliyinin bərpası, Azərbaycanın bütövləşməsi amalı ilə yaşadı. Hətta qənim kəsildiyi rejimin qurulması hesabına olsa da, cənublu-şimallı Azərbaycanın qovuşmasına xeyir dua verdi. Hələ 24 yaşında qəbul etdiyi, həmişə zillətdə qalmaqdansa birdəfəlik ölmək yaxşıdır sözü bütün həyatı boyu onun şuuruna, ruhuna hakim kəsildi. Sürünə-sürünə yaşamağı qəbul etmədi. Ağrılı, acılı, məhrumiyyətlərlə dolu bir həyat sürməyə məcbur oldu. İstəyinə çatmaqdan ötürü son nəfəsinə kimi çırpındı. Mirzəbala Məmmədzadə yazırdı. Böyük türkçü mərhum professor Əli bəy Hüseynzadənin formula etdiyi türküləşmək, İslamlaşmaq, müasirləşmək düsturunun fikir baxımından Məhəmməd Əmin Rəsulzadə üzərində böyük təsir olmuşdur. Əqidə, amal və məsləki yolunda ölümünə hazır olub da nəfsini fəda edən kim olur olsun böyükdür. Məhəmməd Əmin Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə Novxanı kəndində Axund Hacı Ələkbərin ailəsində dünyaya göz açıb. Mütərəqqi dünya görüşə malik atası oğluna dünyəvi təhsil vermək qərarına gəlir. İbtidai təhsilini maarifpərvər ziyalılarımızdan olan Sultan Məcid Qənizadənin müdür olduğu 2-ci Rus müsəlman məktəbində alan Məhəmməd Əmin sonra Bakı Texniki Məktəbinə daxil olur. Gənc yaşlarından əmisi oğlu Məhəmməd Əli ilə birlikdə siyasi həyata qoşulur. Ətrafında baş verənlərə Qafqaz müsəlmanlarının taleyinə biganə qala bilmir. 1902-ci ildə 18 yaşlı Məhəmməd Əmin Müsəlman Gənclik Təşkilatını yaradır. 1908-ci ildə 24 yaşlı Rəsulzadə Çar rejiminin təqiblərindən xilas olmaq üçün İrana mühacirət edir. Bu zaman Güney Azərbaycanda məşruti hərəkatı alovlanırdı. Rəsulzadə də bu hərəkatın fəal iştirakçısını çevrilir. 1910-cu ildə Avropada təhsil almış bir qrup İran ziyalısı ilə birlikdə İran Demokratik Partiyasını yaradır. Tehranda İran-e-Nov Yeni İran qəzetini nəşr etməyə başlayır. 1910-cu ildə Tehranda farsça Mühafizəkar, Bəyaz Sosialist Mühafizəkar Partiyaların Tənqidi adlı əsəri çap edilir. 1911-ci ildə Ərdəbildə Səadət-i Bəşər kitabı işıq üzü görür. Əqidə dostu İran Məclisinin bir zamanlar başçısı olmuş Seyid Həsən Tağızadə yazırdı. Modern Avropa qəzetçilik məsələsini İrana gətirən Rəsulzadədir. Rəsulzadə bütün ömrüm boyunca şərq dünyasında rastlaşdığım fövqəladə namdar insanlardandır. Məşrutə hərəkatının məğlubiyyətindən sonra təkcə İran hökuməti deyil, Çar Rusiyası da Rəsulzadəni axtarırdı. Məhəmməd Əmin bəy 1911-ci ildə İranı tərk edərək Türkiyəyə gedir. İstanbulda Türk ocağında Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Gökalp kimi ziyalılarla birgə fəaliyyət göstərir. Türk Yurdu dərgisində onun İran Türkləri başlığı altında silsilə məqalələri çap olunur.
Rəsulzadə İran türklərinin səsini türk dünyasına çatdıran ilk ziyalı idi. O, İslam dünyasının böyük mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin Vəhdət-i Cinsiyyə fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti əsərini farsçadan türk dilinə tərcümə edib, Türk Yurdu dərgisində dərc etdirir. Artıq yeni bir mərhələ başlayır Rəsulzadənin fəaliyyətində 1917-ci ilin fevralından etibarən və belə də yazır ki, Rusiya müsəlmanları bu günü böyük bir səbirsizliklə gözləyirdilər və nəhayət elə bir gün gəlib çatdı ki, artıq fikri nəzəriyyəni, ideologiyanı əmələ çevirmək üçün legal bir imkan yaranmışdı. Əgər biz 20-ci yüzilliyin əvvəllərində Əlmərdan bəy Topçubaşovun Rusiya müsəlmanlarının təşkilatlanması yönündə fəal bir aparıcı mövqeyini görürdüksə, 1917-ci ilin fevralından sonra artıq Məhəmməd Əmin Rəsulzadə o missiyanı yerinə yetirir. Rəsulzadənin fikridir ki, öz mədəniyyətini, öz hürriyyətini qorumaq üçün mütləq millət istiqlala malik olmalıdır. İnsanlara hürriyyət, millətlərə istiqlal şüarı Rəsulzadənin siyasi fəaliyyətinin leytmotivi olubdur. O baxımdan Rusiya müsəlmanları qurultayında çıxış eləyib 30 milyon Rusiya müsəlmanının 29 milyonu türkdür deyirdisə, heç də onun qəsdi bu birliyi parçalamaq deyil. Əksinə, Azərbaycana, Dağıstana, Türkistana, Volqa boyuna Rusiya müsəlmanlarının kompakt yaşadığı və Türk ailəsində diferensiyasiya getdiyi bir məqamda bu qövmlərə məhəlli muxtariyyət verilməsini tələb edirdi ki, ümumi federasiya tərkibində də onlar müstəqil idarəçiliyini qura bilsinlər. Rəsulzadə hətta belə bir fikir söyləyirdi ki, Rusiya Müəssislər Məclisi açılmamışdan öncə Azərbaycanın Müəssislər Məclisi açılsın. Yəni artıq bütün Rusiya məkanında ayrı-ayrı milli qövmlərin Müəssislər Məclisi təşkil olunurdu. Hətta Cənubi Qafqazda Gürcülər də bu addım atmışdılar. Baxmayaraq ki, ilk olaraq Azərbaycan türkləri, Azərbaycan müsəlmanları Rəsulzadənin simasında bu prinsipi irəli sürmüşdülər 1917-ci ilin yazında. Amma 1917-ci ilin sonu üçün bunun reallaşmaması artıq Rəsulzadə tərəfindən belə bir təşvişlə qiymətləndirilir ki, vaxt ötür və ötürülən vaxtın məsuliyyətindən biz qurtala bilmərik. Bu bir müşkülə çevrilə bilər. Bax, bu çox uzaq görənliklə deyilmiş bir fikirdir. Çünki biz bunun ağrısını, acı nəticəsini 1918-ci ilin mart qırğınlarında gördük. O vaxta qədər bütün müsəlman ziyalıların düşüncəsində bir mədəni muxtariyyət ifadəsi var idi. O mədəni muxtariyyət ifadəsini insanların düşüncəsindən çıxardan və ərazi muxtariyyəti ifadəsini ilk dəfə olaraq tarixşünaslığa gətirən, yəni müsəlman xalqlarının tarixinə gətirən Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Və görün, bu fikir olan münasibət nə qədər güclüydü ki, 17-ci ilin payızında Müəssisələr Məclisinə seçkilər keçirilərkən həm Azərbaycanda, həm də Türkistanda Məhəmməd Əmin Rəsulzadə Müəssisələr Məclisinə deputat seçildi. Bu o deməkdir ki, onun ideyaları təkcə Azərbaycanla məhdudlaşmadı, Cənubi Azərbaycanla məhdudlaşmadı, Osmanlı İmperiyasıyla məhdudlaşmadı. Yəni, keçmiş Çar Rusiyası, Çar İmperiya ərazisindəki olan bütün türk dilli xalqlar, o cümlə müsəlmanlar onun ideyalarını qəbul edilər. 1918-ci ilin mayında Zaqafqaziya Seyminin buraxılması, Gürcüstanın müstəqilliyinin elan edilməsi Azərbaycan ərazisində hakimiyyət boşluğu təhlükəsi yaradır. Seymin Azərbaycanlı deputatları mayın 27-sində fövqəladə iclasa toplanır. Azərbaycan Milli Şurası yaradılır. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri Həsən bəy Ağayev, Mir Hidayət Seyidov onun müavinləri seçilir. Rəsulzadə həmin iclasda iştirak etmirdi. O, Batumda Zaqafqaziya nümayəndə heyətinin tərkibində Türkiyə və Almaniya elçiləri ilə regionun siyasi gələcəyi ilə bağlı danışıqlar aparırdı. Bəzən belə bir fikir yürüdülür ki, Məhəmməd Əmin Rəsulzadə heç bir rəsmi dövlət vəzifəsi tutmamışdır. Bu qətiyyən belə deyildir. Əksinə, Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövlət başçısı məhz Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Azərbaycan Milli Şurasının ali qanunverici qurum kimi sədrinin Rəsulzadə olmasının isə səbəbi hüquqi baxımdan da deməli izah olunmalıdır. Məsələ ondadır ki, Zaqafqaziya Seyminə seçilmiş, yəni nümayəndələrin Müsavat və Bitərəflər blokunun rəyasət heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə seçilmişdir. Ona görə də
digər Azərbaycan təmsilçiləri olan siyasi qüvvələr də Rəsulzadəni özlərinin, yəni ümumilikdə müsəlman fraksiyasının rəyasət heyətinin sədri kimi qəbul etdilər. Məhz bu baxımdan da hətta Rəsulzadə Batum konfransında iştirak edərkən 1918-ci il mayın 27-sində Azərbaycan Milli Şurası təşkil olunanda o qiyabi şəkildə həmin şuranın sədri seçilir. Yəni Rəsulzadənin özünün olmadığı halda qiyabi şəkildə Azərbaycan Milli Şuranın sədri seçilməsi təkcə onun bir şəxsiyyət göstəricisi deyil, eyni zamanda legitimlik baxımından da onun hüquqi əsası var idi. Mayın 28-də Milli Şuranın iclasında Azərbaycanın dövlət müstəqilliyinin dərhal elan olunması haqqında qərar qəbul edilir. Milli Şura 24 səslə Azərbaycan Xalq Cumhuriyyətinin yarandığını bəyan edən İstiqlal bəyannaməsini təsdiqləyir. Nazirlər Şurasının sədri Fətəli xan Xoyski seçilir. Azərbaycan Xalq Cumhuriyyəti Türk aləmində ilk milli dövlət idi. Məhəmməd Əmin Rəsulzadə yazırdı. Türk mənşəli digər dövlətlər başlıca olaraq dini təməl üzərində qərar tutduqları halda Azərbaycan Cumhuriyyəti müasir milli mədəni müstəqillik təməlinə Türk Milli Demokratik Dövlət Qurumu zəmininə əsaslanır və bu baxımdan bizim Cumhuriyyətimiz ilk Türk dövlətidir. 1918-ci il dekabrın 7-sində Azərbaycan parlamentinin açılışı olur. Parlamentin təsis iclasını Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə açır. Çıxışının sonunda deyir: Müstəqil Azərbaycanı təmsil edən o üç rəngli bayrağı Milli Şura qaldırmışdır. Türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropanın azadlıq ideyalarını təmsil edən bu bayraq daima başımız üstündə dalğalanacaqdır. Bir kərə yüksələn bayraq bir daha enməz. Həmin iclasda Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə sədrin müavini seçilir. Ən mühüm qərarların müzakirəsi zamanı parlamentdə, həll edici məqamlarda bir prinsipial, qətiyyətli və son söz demək iqtidarında və həmin o sözün qəbul olunmasına nail olmaq iqtidarında olan bir vəkil kimi, deputat, siyasətçi kimi çıxış etdiyini görürük. Çox maraqlıdır ki, fəhlə məsələsinin, torpaq məsələsinin, aqrar məsələsinin müzakirələrinə həsr olunmuş məqamlarda da Rəsulzadə çox aktiv iştirak eləmişdir. Ümumiyyətlə, parlament fəaliyyəti ilə yanaşı Rəsulzadənin Bakı Müsəlman Fəhlə konferanslarındakı çıxışlarını, iştirakını xüsusi qeyd etmək lazımdır. Çünki Azərbaycan Cumhuriyyətinə düşmən mövqeyində olan və hətta hakimiyyətə təsir edəcək gücə malik olan, onu işini pozmağa qadir olan bir qüvvə var idi. Bu Bakı Fəhlə konferansı idi. Və onlar da qeyri-Azərbaycanlılardan ibarət idi. Və o silahı onların əlindən almaq üçün Rəsulzadə Bakı Müsəlman Fəhlələrinin konferansında mütəmadi iştirak eləyirdi. Ərazi məsələləri ilə bağlı Dağıstan, Batum, Qarabağ məsələsi ilə bağlı mütəmadi olaraq çıxış eləmişdir. Naxçıvan məsələsi ilə bağlı olaraq qətiyyətli mövqeyi olmuşdur. Bir məqamı da qeyd eləmək lazımdır ki, Azərbaycanın həmin dövrdə öz qonşuları ilə də ərazi mübahisələri var idi və o ərazi məsələlərinin həll olunması yönündə Rəsulzadə Ənvər Paşa ilə mütəmadi danışıqlar aparmışdı və bir prinsipə üstünlük vermişdir. Bacarılan qədər Azərbaycan Cumhuriyyəti ərazisində Türk elementini artırmaq, erməni elementini azaltmaq. Rus imperiyası xeyli sayda erməniləri köçürərək Cənubi Qafqazın müxtəlif bölgələrində kompakt şəkildə yerləşdirmişdir. Ona görə sərhədlərin müəyyənləşdirilməsi, ərazi mübadilələri zamanı bax bu faktoru önə çəkirdi. O faktoru ki, əksinə Azərbaycan ərazisində həmin o kompakt ermənilərin yaşadığı ərazilərin sayı az olsun, Türk elementi, yəni Azərbaycan türklərinin məskunlaşdığı ərazilər Azərbaycan hakimiyyəti altında qalsın. Və bu da çox deməli Ənvər Paşa tərəfindən artıq Rəsulzadənin onun təlqin edici, inandırıcı söhbətləri nəticəsində qəbul edilən və Nuru Paşaya bu yöndə göstərişlər verilməsi ilə müşayiət olunan bir proses idi. Azərbaycanın Gürcüstanla münasibətlərində, Gürcü deputatların hədələci fikirlərinə münasibətində Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, əgər qan tökməyə ehtiyac varsa,
qan da tökülə bilər. Amma Azərbaycanın bir qarış torpağı heç kimə verilə bilməz. Və ya Osmanlı qoşunların Azərbaycan ərazisinə qardaşlıq yardımına gələrkən Azərbaycanın daxilindəki olan müəyyən qüvvələr belə fikirləşirlər ki, əgər Osmanlı qüvvələri, yəni Qafqaz İslam Ordusu Azərbaycanın köməyinə gəlirsə, heç ehtiyac yoxdur Azərbaycan müstəqil dövlət kimi qalsın. Ancaq Məhəmməd Əmin Rəsulzadə Osmanlıya nə qədər böyük məhəbbət olmuş olsa da, o belə fikirləşirdi ki, Azərbaycanın istiqlalından dünyada şərəfli bir şey yoxdur. Bu onu göstərir ki, xalqa, vətənə və torpağa olan məhəbbətlə bağlı o heç kimə güzəşt etmək istəmirdi. 1920-ci il aprelin 26-sından 27-sinə keçən gecə 11-ci ordu hissələri Azərbaycanın şimal sərhədlərini keçərək Bakıya doğru irəliləyirdi. Parlamentin Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçən son iclasında sosialist fraksiyası, İttihad və Əhrar nümayəndələri hakimiyyətin bolşeviklərə təslim edilməsinə səs verirlər. Məhəmməd Əmin Rəsulzadə və Şəfi bəy Rüstəmbəyov kəskin etirazlarını bildirirlər. Parlamentdəki tarixi çıxışında Rəsulzadə 11-ci ordunun Bakıya daxil olmadan güya Türkiyənin köməyinə gedəcəyi haqqında yalanları ifşa edərək deyir: Bizdən soruşmadan sərhəddimizi keçən hər hansı bir qüvvə dostumuz deyil, düşmənimizdir. Gələn Rus ordusudur. Anadolu imdadına gedəcək bəhanəsi ilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Çıxışının sonunda böyük istiqlalçı deyir: Bu ultimatumu qəbul etmək hökuməti öz əli ilə dost qiyafəsinə bürünmüş düşmənə təslim etməkdir. Biz bura millətin iradə və arzusu ilə gəldik. Bizi buradan yalnız qüvvə və süngü çıxarmalıdır. Həmin gecə Mirzəbala Məmmədzadə ilə Əbdülvahab Yurtsevər Rəsulzadənin evinə gəlir. Milli Şura sədri onlara müəyyən məsləhətlər verib təlimatlandırır. Məhəmməd Əmin bəydən ayrılandan sonra onlar Cəfər Cabbardının şəhər kənarındakı evinə gelirlər. Məmməd Sadıq Quluzadə, Məhəmməd Həsən Baharlı da bura gəlirlər və gizli təşkilatın ümumi mərkəzini yaradırlar. Təşkilatın rəhbərliyi Mirzəbala Məmmədzadəyə tapşırılır. Cəfər Cabbarlı katib, Əbdülvahab Yurtsevər muavin seçilir. Məhəmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirələri çox sonralar Türkiyədə Dünya qəzetinin 1954-cü il may-iyun nömrələrində bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələr başlığı ilə 28 məqalədə çap edilir. Stalinlə görüşünü böyük istiqlalçı belə xatırlayırdı. Xüsusi şöbədə Stalin onunla birlikdə Moskvaya getməyi Rəsulzadəyə təklif edir. Buradakılar sizi rahat buraxmayacaqlar, deyir. Onun Moskvaya getməkdən başqa çarəsi qalmır. Yola düşməzdən əvvəl ailəsi ilə görüşmək imkanı verilir. Qohum əqrabası, ailəsi, həyat yoldaşı Ümbülbanu xanım, qızları Lətifə, Xalidə, oğlu Rəsul, bir də üzünü ilk dəfə gördüyü 2 aylıq oğlu onu gözləyirdi. Körpənin adını soruşur. Ümbülbanu xanım Əli Heydər deyə cavab verir. Məhəmməd Əmin bəy 2 əli ilə oğlunu qaldırıb deyir: Adı Azər olsun. O ailəsini də özü ilə aparmaq istəyirdi, lakin həyat yoldaşı Ümbülbanu xanım 4 uşaqla vətəni tərk etmək istəmir. Ailəsi göz yaşları içində onu yola salır. Bu görüşün son olduğunu heç kəs bilmirdi. Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan müsəlmanları içərisində, Azərbaycan xalqı içərisində nüfuzunu nəzərə alan Stalin öz məqsədləri baxımından ondan istifadə eləmək üçün çox şirinlikləndirici təkliflər edirdi. Hətta onun yanında belə Cənubi Azərbaycanla Şimali birləşdirilməsi yönündə söhbətlərin aparılması, Bolşevik inqilabının həyata keçirilməsi metodları yönündə söhbətlərin aparılması, bir səmimiyyət atmosferi yaratmağa cəhd göstərməklə əslində Rəsulzadəni Sovetlər Birliyi ilə əməkdaşlıq etmək
etməyə, cəlb eləmək istəyirdi. Amma onun bütün bu cəhdləri nəticəsiz qaldı. Rəsulzadə Stalinin niyyətini çox gözəl anlayaraq, onun təklif elədiyi, hətta həmin dövrdə ən yüksək postda belə Azərbaycan Sovet hökumətinə rəhbərlik etmək postuna belə onun dəvətini imtina eləyir və yalnız və dəfələrlə bunu özünün o ədəbi fəaliyyət göstərməsi ilə kifayətlənəcəyini bildirərək, heç bir iddiada olmayaraq, bu bilirsiniz, həm də Stalin tərəfindən bir yoxlanıcı, bir imtihana çəkmək məqamı idi Rəsulzadəni, amma Rəsulzadə təbii ki, bir profesional siyasətçi olaraq Stalinin bu taktiki gedişlərini də çox gözəl anladı və ona təklif elədiyi vəzifələrə bir mənalı şəkildə imtina verməklə öz deməli o məqamı gözləyirdi ki, Sovetlər Birliyini, o ərazini tərk eləyib istiqlal yönündə fəaliyyətini davam etdirmək üçün mühacirətə getsin. 1922-ci ilin yayında kitabxanalarda işləmək, Mar və Bartok kimi tanınmış alimlərdən məsləhət almaq bəhanəsi ilə Rəsulzadə Petrograda elmi ezamiyyətə yollanır. Dostlarının xüsusilə Tatar filosofu və maarifçisi Musa Bigiyevin vasitəsilə Finlandiyaya keçə bilir. Bir aya qədər Helsinkidə Tatar koloniyasında müsafir kimi qaldıqdan sonra 1922-ci il sentyabrın 19-da dəniz yolu ilə Berlinə, sonra isə İstanbula gedir. Rəsulzadə İstanbula gələnə qədər Azərbaycan mühacirlərinin daxilində bir dağınıqlıq hiss olunur. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən mühacir qrupları arasında əlaqələndirmə mövcud deyildi. Rəsulzadə İstanbuldakı fəaliyyətinə Azərbaycan mühacirlərinin təşkilati strukturlarının yaranması ilə başlayır. O, Musavat Partiyasının xarici bürosunu yaradaraq ona başçılıq edir. 1924-cü ilin aprelində Azərbaycan Milli Mərkəzi yaradılır. Yeni Kafkasiya məcmuası nəşrə başlayır. Bir-birinin ardınca Azərbaycan Cumhuriyyəti, əsrimizin səyavuşu, istiqlal məfkurəsi və gənclik əsərlərini çap etdirir. Azərbaycan Cumhuriyyəti əsərində Rəsulzadə Bolşevik Rusiyasının bütün iç üzünü Azərbaycan xalqına, ümumiyyətlə digər Rusiya xalqlarına olan münasibətini açıqlayır. O qədər güclü əsəridir ki, bu Azərbaycan Cumhuriyyəti. Stalin xüsusi göstəriş verir ki, həmin əsərdə Rəsulzadənin qoyduğu müddəaları, argumentləri darmadağın etmək üçün xüsusi bir tarixçilər qrupu yaradılsın və ona qarşı bir adekvat, daha tutarlı bir əsər yazılsın. Təsəvvür edin ki, Azərbaycanda bu missiyanı, bu vəzifəni həyata keçirən qüvvələr kifayət eləmədiyindən o potensial qüvvəni deməli, zəif sayan Stalin xüsusi olaraq Rusiyadan tarixçilər göndərir ki, Rəsulzadənin həmin o əsərinə qarşı güclü bir qarşılıqlı əsər yazıb ortaya qoysunlar. Rotkauzerdir, Sevdi və başqalarıdır. Və hətta sonralar bu Azərbaycan Cumhuriyyəti əsəri xüsusi bir tərkənarla siyasi büronun üzvlərinə göndərilmişdi ki, onlar bu əsərlə gizli şəkildə tanış olub, sonradan qaytarsınlar. Arxiv sənədləri içərisində bu məqama da rast gəlinib ki, Nəriman Nərimanov da Rəsulzadənin həmin o Azərbaycan Cumhuriyyəti əsərini alıb oxumaq üçün və ona göstəriş verilir ki, tanış olduqdan sonra dərhal geri qaytarılsın. Yəni, mühacirət dönəmində Rəsulzadənin siyasi publisistikası Sovetlər Birliyini təhdid edəcək, onu təşvişə salacaq gücə malik olan bir ideoloji nəzəri irs olubdur. 1931-ci il noyabrın 30-da SSR ilə Türkiyə arasında imzalanmış protokolun gizli bəndinə əsasən Türkiyə SSR-dən olan ən fəal siyasi mühacirlərin ölkədən deportasiya olunması, hər cür antisovet fəaliyyətin dayandırılması barədə öhdəlik götürür. Türkiyə hökuməti 1931-ci ilin sonunda Rəsulzadə başda olmaqla Azərbaycanlı mühacirlərin ölkədən çıxarılması haqqında qərar verir. Mehmet Emin Rəsulzadə belə fikirləşirdi ki, faşizm və eyni zamanda bolşevizm ikisi də dünyanı məhv etmək iqtidarında olan və dünyanı məhv etməyi qarşısına qoyan partiyalardır. Prinsip etibarilə bu partiyalar arasında heç bir fərq yoxdur. Ancaq nə etmək lazımdır? Əgər Almaniya ilə danışıqlara girib, gələcəkdə Azərbaycanın müstəqilliyinin bərpası məsələsini
əldə etmə mümkünsə, Almaniya müttəfiq olmaq olardı. Və ona görə 42-ci ildə Almaniya getdi. Həm Almaniya ilə, həm də ki, yəni Şərq ölkələri nazirliyindən danışıqlar apardı. Azərbaycan tərəfindən memorandumu elan etdi, verdi və Məmməd Əmin Rəsada belə fikirləşdirdi ki, bu şərtdən Almaniya ilə əməkdaşlıq etməyə razıdır ki, Almaniya Şimali Qafqazın işğalından sonra Azərbaycan sərhədlərinə çatarkən Azərbaycana daxil olan ordu Azərbaycanın Almaniyadakı olan, yəni ayrı-ayrı Avropa ölkələrindəki milli legionları daxil olmalıdır və Azərbaycan Xalq Cümhuriyyəti yenidən bərpa olunmalıdır. Təbii ki, Almaniya tərəfi bundan imtina etdi və Məmməd Əmin Rəsuladı Almaniya ilə bütün münasibətləri pozdu. Yəni, əslində faşizmlə münasibətlərin qurmağının bir qayəsi vardı. Nəyin bahasına olursa olsun 1920-ci ilin aprelində işğal olunan Azərbaycan Xalq Cümhuriyyətini yenidən bərpa etmək. Rəsulzadə ailəsi bizim yaxın qohumumuzdur. Çünki Məmməd Əmin Rəsulzadə həm mənim anamın əmisi oğlu idi, həm də mənim xalamın yoldaşı idi. Odur ki, uşaq vaxtlardan da onlarla biz çox yaxın olmuşuq, çox ünsiyyətli olmuşuq. Məmməd Əmin kiçik oğlu Azər mənə bir yerdə oxuyurdu, rəssamlıq məktəbində. 37-ci ildən sonra hər şey dəyişdi. Çox adamlar getdi, mənim anamı tutdular, atamı güllələdilər. Ondan sonra ki, həmçinin Məmməd Əmin böyük oğlu Rəsulzadə güllələndi. Xalam gəlib bizdə qalırdı ki, o anamı sürgünələndi, o bizdə qalsın. Amma belə olur ki, əksinə oldu. Gecə nə gəlib bizdən aparırlar xalana. Sonra ailəsini sürgünərlər. Anamı da tutdular 37-ci ilin noyabrında. Sonra gəldi mənim növbəm. O momentdə belə oldu ki, birdən-birə Xalidə gəldi Bakıya. Rəsulzadənin kiçik qızı. Necə oldu gəldi Bakıya məlum deyil. Çünki nə bir dokumenti var, nə bir heç bir şey yoxdur. O da belə pis giyində geyinmişdi ki, Allah göstərməsin. Şimdi yadıma gəldi, doğruda adamı ağlamaq tutdu. Belə pis giyində dilənçi kimi. Bir gün qaldı bizdə. Bir gün qaldı, sabahsı gün mənim özümü apardılar da, sürgünə. 5 il getdim, qaldım Sibirdə, 6 ay ölkəsində. Xalidə də öydən getdi, yox oldu. Böyük bacısı vardı, Lətifə. O da sürgünələrlər. Əvvəlcə onun əlini tutular, damat vardı. Onlar getmişlər Qazaxıstana. Lətifə şaxtadan doğmuşdu. Zəmlyankada qalıblar. İki qızı ilə özü, yemək yox, bir şey yox. Səhər tapırlar, görürlər ki, donub. Kiçik qızı nə bir yeri. Firuzə qalmışdı tek burada. O da aparır uşağı evinə. Ondan sonra orada bizim qoğum vardı. Bir ildən sonra təsadüfən öyrənib ki, Firuzə buradadır. Detomdadır. Dedi, o oradan qutarmışdı Detomda. Göndərmişdi Bakıya bizə. Bu müharibədən sonra devam. 1947-ci ildə Türkiyə hökuməti Azərbaycan siyasi liderlərinin Türkiyəyə dönməsinə icazə verir. O, 16 illik ayrılıqdan sonra Türkiyəyə qayıdır. 1949-cu ilin fevralında yaradılan Azərbaycan Kültür Dərnəyinin fəxri sədri seçilir. Yaradıcı fəaliyyətlə məşğul olaraq ədəbi, tarixi tədqiqatlarını davam etdirir. Azərbaycan kültür çelenekləri, çağdaş Azərbaycan tarihi, çağdaş Azərbaycan ədəbiyyatı kitablarını çap etdirir. Həmin əsərlərdə Əhməd Cavad, Hüseyin Cavid, Cəfər Cabbarlı və bir çoxlarının yaradıcılığını təhlil edir. Nizami Gəncəvi haqqında kitabı isə 1951-ci ildə Ankara'da işıq üzü görür. Məmməd Əmin Rəsada ömrünün sonuna qədər dünyanın hansı ölkəsində olursa olsun bütün maraqlarına imtina etmiş, onun maraqlarının zirvəsinə duran Azərbaycan olmuşdur və Azərbaycanla bağlı əlində nə gəlmişsə onu etmişdir. Məmməd Əmin Rəsada görkəmli dövlət xadimi olmaqla yanaşı böyük siyasi publisist olmuşdur. İctimai sahədə onun yazmış olduqlarının
yəni həm Azərbaycan tarixi ilə bağlı, Azərbaycan ədəbiyyatı ilə bağlı, Azərbaycanın beynəlxalq aləmdəki olan təhdidlə bağlı, Azərbaycan düşüncəsi, Azərbaycan xalqı ilə bağlı, fikirləri ilə bağlı 2000-dən artıq məqalələri vardır. Bütün bunlar onu göstərir ki, 20-ci əsr Azərbaycan tarixində Məhəmməd Əmin Rəsulzadə təkcə 1918-20-ci ildə qurulan dövlətin qurucularından biri kimi yox. Ümumiyyətlə 20-ci əsr Azərbaycan tarixində, Azərbaycanın ictimai-siyasi həyatında böyük bir şəxsiyyət olmuş və təkcə şəxsi keyfiyyətləri yox, əxlaqi keyfiyyətləri yox, yazmış olduqları da bugün hər bir Azərbaycanlı üçün tədqiqat əsəridir. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan naminə, Azərbaycan maraqlı naminə, onun düşüncələrinin hər birində bir vətən sevgisi var, bir vətənə məhəbbət var, həm də vətəni bolşevizm taunundan xilas etmək üçün yolları var. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyəti devriləndə deyir ki, qaldırılan bizim o bayrağımız bugün millətin vicdanına endi və o vicdanına enən bayrağını isə millətin bağrında, qəlbində, ruhunda yaşayacağını bildirir uzaq görənliklə. Bu həqiqət təbii ki, çox 70 ildən sonra gerçəkləşsə də, Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövründə apardığı ardıcıl fəaliyyət onun feylən, yəni həyata keçməsi üçün bir ideoloji zəmin yaratmışdır. Hətta Rəsulzadə Azərbaycanın ərazi bütövlüyünü o qədər arzulayan bir şəxs olmuşdur ki, özünün qənim kəsildiyi Sovet rejiminin bərqərar olması baxımından belə Cənubi və Şimali Azərbaycanın birləşməsini böyük bir niyyət, arzu kimi ona sevinmişdir. Mühacir həyatının çətinlik və məhrumiyyətləri Məhəmməd Əmin Rəsulzadənin səhhətinə böyük təsir göstərirdi. Ömrünün son 30 ilində o şəkərli diabetdən əziyyət çəkirdi. Xəstəliyi kəskinləşdiyindən 1955-ci ilin yanvarında o Ankara Universitetinin klinikasında yerləşdirilir. Ölüm yatağında böyük istiqlalçı Azərbaycan gəncliyinə son vəsiyyətini edir. Səndən əvvəlki nəsli yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz. Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bugün parlament binası üzərindən Azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və bu yolda ya qazi ya da şəhid olacaqsan. Həkimlərin bütün səylərinə baxmayaraq 1955-ci il martın 6-sı saat 22:45 dəqiqədə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin ürəyi 71 yaşında əbədi dayanır. Ankara Radyosu Rəsulzadənin vəfatı xəbərini bütün dünyaya yayır. Martın 7-sində 35 il vətən həsrəti ilə yaşayan böyük istiqlal savaşçısı Ankara'nın əsri məzarlığında torpağa tapşırılır. Onun böyük arzusu həyata keçdi. 20 ildən artıqdır ki, müstəqil Azərbaycan Respublikası istiqlal yollarında əzmlə irəliləyir. Misilsiz inkişaf, intibah zirvələri fəth edir. Xalqımız, müstəqil dövlətimiz Məhəmməd Əmin Rəsulzadə irsinə sahib çıxır. Onun şərəfli xatirəsinə layiqincə yad edir.